Qaf suresi Məkkədə nazil olmuşdur. 45 ayət. Bağışlayan və mehriban Allahın adıyla. Qaf. Ya Peyğəmbər, şanlı Qur'ana and olsun ki, Məkkə müşrikləri sənə iman gətirmədilər. Bəli, özlərindən onları Allahın əzabı ilə qorxudan bir Peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər, bu əcaib bir şeydir. İnsandan da Peyğəmbər olarmı? Ancaq mələk Peyğəmbər ola bilər. Məyər biz ölüb torpaq olduqdan sonra yenidən diriləcəyik? Bu həqiqətən uzaq, qeyri-mümkün bir qayıdışdır. Həqiqətən biz yerin onlardan nəyi əskiltdiyini, onları tədriclə necə çürüdüb məhv etdiyini bilirik. Dərgahımızda hər şeyi hifz edən bir kitab, lövh-i məhfuz vardır. Lakin onlara haqq, Qur'an gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq, təşviş içindədirlər. Sənə gah şair, gah sihirbaz, gah da kahin deyirlər. Məyər onlar başlarının üstündəki göyə baxıb, onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi? Eləcə də yeri necə döşədiyimizi, hamarlayıb düzəltdiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən meyvə yetişdirdiyimizi görmürlərmi? Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik. Sonra onunla bağlar və arpa, buğda və sair kimi biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları salxım-salxım, bir-birinin üstünə düzülmüş hündür xurma ağacları bitirdik. Bəndələrə ruzi olsun deyə. Biz onunla, o su ilə ölü bir məmləkəti cana gətirdik. Qəbirlərdən dirilib çıxmaq da belədir. Onlardan Məkkə müşriklərindən əvvəl Nuh tayfası, Rəss əhli, Səmud qövmü peyğəmbərləri təksib etmişdi. Ad qövmü, Fir'on əhli, Lut qardaşları, Əykə əhli və Tübbə qövmü, bunların hamısı peyğəmbərləri təksib etdi və mənim də onlara vəd etdiyim əzab gerçəkləşdi. Məyər biz ilk yaradılışdan aciz mi qaldıq? Xeyr, eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacaqlar. Onlar yeni yaradılış, təkrar dirilmə barəsində şək-şübhə içindədirlər. And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq. Xatırla ki, insanın sağında və solunda onun bütün əməllərini təsbit edən, qeydə alan iki mələk oturmuşdur. Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən iki mələk vardır. Ölüm həqiqətən gələcəkdir. Ey insan, bu sənin qorxub qaçdığın, cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin şeydir. Öləndən sonra yenidən dirilmək üçün sur çalınacaqdır. Bu vəd olunmuş gündür, əzab günüdür. Hər bir kəs Rəbbinin huzuruna bir sürüyən, sürüyüb məhşərə gətirən və bir də şahidlə gələcəkdir. Ona belə deyiləcəkdir: sən dünyada bundan, bu müthiş günə uğrayacağından qafil idin. Artıq bugün gözündən pərdəni götürdük. Sən bugün sərras görürsən.
Yoldaşı, ona təhkim olunmuş mələk deyəcəkdir: bu yanımdakı cəhənnəm üçün hazırdır. Allah o iki mələyə buyuracaqdır: atın cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, zülm etməklə, günah törətməklə həddi aşanı, Allahın birliyinə şəkk edəni, o kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə. Yoldaşı, şeytan və ya öz nəfsi deyəcəkdir: ey Rəbbimiz, onu mən azdırmadım, fəqət o özü haqq yoldan çox azmışdı. Allah buyuracaqdır: mənim huzurumda mübahisə etməyin. Mən sizə dünyada Peyğəmbər vasitəsilə bu əzabı bildirmişdim. Mənim huzurumda söz güləşdirməyin. Mən bəndələrə əbəs yerə zülm edən deyiləm. O gün biz cəhənnəmə doldunmu deyəcək, o isə yenə varmı deyə cavab verəcəkdir. Cənnətdə müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. Onlara deyiləcəkdir: bu vəd olunduğunuz cənnətdir. O, hər bir tövbə edib Allaha tərəf qayıdan, nəfsini haramdan, özünü günahdan qoruyan, Rəhmandan onu görmədən qorxan və Rəbbimin huzuruna haqqa dönmüş qəlblə gələn bəndə üçündür. Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey var. Dərgahımızdan isə ondan artığı, möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını qazanmaq və s. mövcuddur. Biz onlardan Məkkə müşriklərindən əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar, görəsən ölümdən qaçıb can qurtarmağa bir yer varmı deyərək, ölkə-ölkə gəzib dolaşmışdılar. Şübhəsiz ki, bunda qəlb, ağıl sahibi, yaxud möcüzə edildiyi zaman bütün varlığı ilə hazır olub, ona can dildən qulaq asan kimsə üçün öyüd nəsihət vardır. And olsun ki, biz göyləri, yeri və onların arasında olanları 6 günə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi. Ya Peyğəmbər, artıq onların dediklərinə, batil sözlərinə səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflərdi. Gecənin bir vaxtında və səcdələrdən sonra da onu şükür səna ilə təqdis et. Ya Peyğəmbər, carçının yaxın bir yerdən car çəkəcəyi gün deyilən sözü, surun səsini dinlə. O gün İsrafil uca səslə: ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar, Allah sizə haqq hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur deyəcək və suru ikinci dəfə üfürəcəkdir. O gün bütün yaranmışlar dəhşətli, tükürpədici səsi doğrudan doğruya eşidəcəklər. O gün qəbirlərdən çıxma günüdür. Şübhəsiz ki, dirildən də, öldürən də bizik. Axır dönüşdə bizim huzurumuzadır. O gün yer onlardan ayrılıb parçalanacaq. Onlar sürətlə torpağın altından qəbirlərdən çıxacaqlar. O bizim üçün asan olan həşirdir. Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür. Biz onların nə dediklərini çox gözəl bilirik. Ya Peyğəmbər, sən onlara zor edən, onları zorla imana gətirən deyilsən. Sən mənim təhdidimdən, əzabımdan qorxanlara Qur'anla öyüd nəsihət ver.